Əbu Hüreyrə radiyallahu anhu Allah elçisinin belə buyurduğunu eşitmişdir. Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda 5 dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı? Səhabələr, onun bədənindəki çirkabdan heç nə qalmazdı, deyə cavab verdikdə, Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu, 5 vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir. Osman radiyallahu anhu demişdir, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu, 5 vaxt namaz, günahları su çirki yuyub apardığı kimi aparır. Asim ibn Sufyan Əs-Səqafi rəvayət edir ki, onlar Muaviyyənin dövründə baş vermiş Səlasil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar. Onlar bu əməllərini günah sayaraq peşman halda Muaviyyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyyənin yanında idi. Asim dedi, ey Əbu Əyyub, bu ilki döyüşü ötürdük. Bizə çatıb ki, kim bu 4 məsciddə, Məkkə, Mədinə, Qüds və Quba məscidlərində namaz qılarsa, günahları bağışlanar. Əbu Əyyub dedi, ey qardaşoğlu, sənə bundan daha asanını xəbər verimmi? Allah elçisinin belə buyurduğunu eşitdim. Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar. Elədirmi, ey Uqbə? Uqbə ibn Amir dedi, bəli. Bir gün Abdullah ibn Ömər radiyallahu anhu bir gəncin namazında qiyamı həddən artıq uzadaraq qıldığını gördü. O soruşdu, bunu kim tanıyır? Bir kişi dedi, mən tanıyıram. Abdullah ibn Ömər dedi, əgər mən onu tanısaydım, ona rükûnu və səcdəni uzatmağı buyurardım. Çünki mən Allah elçisinin sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitmişəm. Həqiqətən qul namaza durduqda, onun bütün günahları gətirilərək başının və hər iki çiyinlərinin üzərinə qoyulur. O hər dəfə rükû və səcdə etdikdə günahları tökülür. Yenə başqa bir hədisdə, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Kim bu fərz namazlarını öz vaxtında qılarsa, qafillərdən yazılmaz. Kim də gecə 100 ayə oxuyarsa, müti olanlardan yazılar.